Azərbaycanlı həkim Batsalzungen klinikasının qulaq, burun, boğaz xəstəlikləri və üst plastik cərrahiyyəsi şöbəsinin müdiri Cavid Hüseynzadə Almaniya mətbuatının diqqət mərkəzinə düşüb. Almaniyanın nüfuzlu nəşrlərindən biri Cavid Hüseynzadədən müsahibə alıb. Əgər burnunuz problem yaradırsa başlıqlı məqalədə gənc həkim qeyd eləyir ki, burun üzümüzün estetik qəbul olunmasında ən önəmli faktorlardan biridir. Üzümüzün ortasında üfüqi və şaquli bir xətt təsəvvür eləsək, burnumuz tam olaraq kəsişmə nöqtəsində yerləşir və buna görə də dərhal gözünüzü tutur. Burun yalnız vizual olaraq əhəmiyyətli bir komponent deyil, həm də əvəz edilməz funksiyaları yerinə yetirir. Cavid Hüseynzadə vurğulayıb ki, tənəffüs yollarının daralması xəstənin həyat keyfiyyətini ciddi şəkildə pozur. Burun əməliyyatı icra edilməsinin səbəbləri arasında hər hansı bir travmalar nəticəsindəki deformasiyaların düzəldilməsi və ya doğuş qüsurlarının bərpa edilməsi və həmçinin də bəzi tənəffüsdəki çətinliklərin aradan qaldırılaraq nəfəs almanı yaxşılaşdırmaqdır. Almaniya mətbuatının diqqət mərkəzinə düşən Cavid Hüseynzadə bizim media açıqlamasında artıq 9 ildə Almaniyada yaşadığını və həkim kimi çalışdığını bildirib. Alman dili biliyi və diplom təsdiqi imtahanlarından uğurla keçdim. Daha sonra imtahan verərək Almaniyada çalışmaq üçün tam hüquqlu mütəxəssis həkim adını qazanmışam. Bu yol heç də asan olmadı, çünki Almaniya istər mədəniyyət, istərsə də mentalitet baxımından Azərbaycandan çox fərqlidir. Almaniya cəmiyyətinə inteqrasiya biraz zaman alsa da hazırda onları rahat başa düşürəm, hətta Alman dostlarım da var. Cavid Hüseynzadə həmçinin qulaq, burun, boğaz problemləri ilə bağlı pasiyentlərdən daxil olan əsas şikayətləri də açıqlayıb. Uşaqlarda burun və boğaz əti, orta qulaqda yığılan maye səbəbindən eşitmə problemi, böyüklərdə nəfəs alma, xroniki sinusit problemlərinə daha çox rast gəlinir. Həmçinin son illərdə estetik əməliyyatları həm qadınlar, həm də kişilər arasında geniş yayılıb. Almaniyada da bu tendensiya halını alıb. Hazırda rinoplastika, blefaroplastika, otoplastika əməliyyatları daha çox icra olunur. Ümumiyyətlə, Almaniyada plastik cərrahiyyə inkişaf etmiş sahələrdən biri sayılır. Cavid Hüseynzadə Bakıda da müayinələr həyata keçirir. Həkim əlavə eləyib ki, Almaniyada çalışmasına baxmayaraq, Azərbaycan və MDB ölkələrindən də daim müraciətlər alır. O, Bakıda universal hospitalda müayinə və əməliyyatlar həyata keçirdiyini vurğulayıb. Qeyd edək ki, soydaşımız Cavid Hüseynzadə gənc olmasına baxmayaraq, Avropada kifayət qədər tanınıb. O, Avropa Üst Plastik Akademiyasının, Avropa Rinoplastika Cəmiyyətinin və Almaniya Qulaq, Burun, Boğaz və Baş Boyun Cərrahiyyə Cəmiyyətinin üzvüdür.